Sizin yaşıtlarınız mənə deyir, mən 6 ay gözləməliyəm. Mənim yaşıtlarım deyirdi, doğrudan da imkan var müalicəyə. İnsanlar daha çox influencerlara, ya satıcılara inanır, nəinki həkimə. Doktor, gəlin onda səmimi olaq. Sizin üçün bəs hansı metod daha yaxşıdır? İnyeksiya yoxsa lazer cihazlarla müalicə? Siz olsanız hansını seçərsiniz? Elə bir lazer yoxdur ki, bütün xəstəliklərdə eyni keyfiyyətdə nəticələr göstərsin. Əslində kremlar, serumlar, onlar müalicəvi vasitə deyillər. Onlar qulluq vasitəsidir. Niyə pasientlər daha dərindən bu problemləri həll etməyə əvəzinə bu şəkildə səthi problemlərə üst tuturlar? İnsanda hərçək qabağı dəyişikliyi yoxdursa, lazer onu əmələ gətirmir. 28 il öncə mənim yanıma gələn pasientlər, məsəl üçün çatlarla, çapıqlarla gələn pasientlara mən daha çox psixoloji dəstək göstərirdim ki, bununla barışıb yaşamalısınız. İndi gələn pasientlara mən deyirəm, mən sizə kömək edə bilərəm. Sizin yaşıtlarınız mənə deyir, mən 6 ay gözləməliyəm. Mənim yaşıtlarım deyirdi, doğrudan da imkan var müalicəyə. Bizim üçün möcüzə olan sizin üçün artıq adi həyatdır.